Salam gəzilər, mən Quliyev Azər. Bugün sizə xəbərdarlıq və üstünlük nişanlarından danışacağam. Xəbərdarlıq nişanlarından yol hərəkəti haqqında qanunun 60-cı maddəsində bəhs olunur. Bu nişanlar hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə xəbərdarlıq edir. Bu nişanlar 33 ədəddir. Əksəriyyəti qırağı qırmızı haşiyəli olmaqla tini yuxarı 3 buzaq formasında olur. Bir neçə nişan isə 4 buzaq və X formalı olan nişanlardır. Üstünlük nişanları isə müxtəlif nişan qruplarından toplandığı üçün özünə məxsus rəngi və ya forması yoxdur. Yəni xəbərdarlıq, üstünlük, məlumat verici digər nişanlardan, qadağa nişanlarından toplanaraq 7 ədəd üstünlük nişanlar olur. Yol hərəkəti haqqında qanunun 63-cü maddəsi üstünlük nişanlarından bəhs edir. Bu nişanlar yol ayrıcılarını, yolun hərəkət hissələrinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni vaxtda keçməsinə imkan verməyən dar sahələrini keçmə növbəliyini göstərir. Üstünlük nişanları 7 ədəddir. Baş yol nişanı, baş yolun son nişanı, baş yolla 2-ci dərəcəli yolla kəsişmə nişanı, xəbərdarlıq nişanlarından götürülmüş nişanda 3-cü nişan, yol ayrıcından məntəqə daxilində 50-100, məntəqədən kənarda isə 150-300 metr qoyulur. Yol verin nişanı, dayanmadan keçmək qadağandır nişanı, yəni 5-ci nişanı 2.5, buna stop nişanı da deyilir. Qarşıdan gələnin üstünlüyü nişanı 2.6, 2.7 qarşıdan gələnə nisbətən keçmə üstünlüyü verilən 7-ci nişandır. Xəbərdarlıq nişanlarından 1.1 şlaqbaumlu dəmir yol keçidi nişanıdır. Bu nişan yaşayış məntəqəsi daxilində olan yollarda 50-100 metr, məntəqədən kənarda isə 150-300 metr dəmir yol keçidinə qalmış quraşdırılan ilk nişandır. Bu nişan qarşıda şlaqbaumlu dəmir yol keçidi olduğunu bildirir. 1.2 nişanı isə şlaqbaumsuz dəmir yol keçidi nişanıdır. Bu nişan isə keçid qarşısında şlaqbaumun olmadığı nişandır. Bu nişan da 1.1 nişanı kimi yaşayış məntəqəsindən kənarda 150-300, məntəqə daxilində isə 50-100 metr qalmış quraşdırılan nişandır. Bu nişanın altında tətbiq olunan 4 künclü nişan isə bu da dəmir yol keçidinə yaxınlaşma barədə olan 1.4.1 nişanıdır. Bu nişan da 150-300 metr qalmış quraşdırılan ilk nişandır. Haşiyələrin biri 50 metr olmaqla 3 nişan tələbləri çaşdırır. Düşünür ki, bu nişan 150 metr qalmış quraşdırılır, amma bu nişanın dəqiq məsafəsi yoxdur. Yəni 150-300 metr qalmış quraşdırılan nişandır. Bu nişanlardan 6 ədəddir. 3-ü yolun sağında, 3-ü isə eyni məlumatlar göstərilməklə yolun solunda quraşdırılır. Bu nişanların sağda yaxud solda quraşdırılması bəzi tələbləri çaşdırır. Onun üçün sizə ən gözəl üsul deyirəm. Düşünün bir V hərfi. V hərfi düşünürsünüz, sonra xəyali olaraq bu V hərfin tən ortadan 2 hissəyə bölürsünüz. V-nin sağ tərəfi sağda qoyulan nişan, sol tərəfi isə solda qoyulan nişanları bildirəcək. Fərz eləyin ki, dəmir yol keçidinə 100 metr qalmış quraşdırılan ikinci nişan 1.4.2 nişanıdır. Bu da dəmir yol keçidinə yaxınlaşma nişanıdır. Haşiyənin biri 50 metr, ikisi 100 metr olmaqla 100 metr qaldığını bildirir. Bildirdiyiniz kimi, yol hərəkəti haqqında qanunun 51-ci maddəsində dəmir yol keçidinə 100 metr və daha az məsafə qaldıqda ötmə qadağandır. Sürücü bu nişanı görəndə bilməlidir ki, ötmənin qadağan olunduğu zonaya yaxınlaşır artıq. Üçüncü nişan isə 4.1.3 nişanıdır. Bu nişan da dəmir yol keçidinə yaxınlaşma barədə nişandır. Dəmir yol keçidinə 50 metr qaldığını bildirir və yolun sağ tərəfində, yəni V-nin sağ tərəfi olduğu üçün sağında qoyulan nişandır. Bildiyiniz kimi, qanunun 52-ci maddəsi dayanma və durmadan bəhs edir. Həmin maddədə qeyd olunub ki, dəmir yol keçidinə 50 metrdən az yaxınlıqda durmaq qadağandır. Demək, bu nişan həm də sürücüyə durmanın qadağan olunduğu zona barədə məlumat verir. Bilavasitə dəmir yol keçidi qarşısında qoyulan nişanlar da var. Yəni hansı ki, xəbərdarlıq nişanlarından bu nişanlar, yəni 1.3.1, 1.3.2 nişanları da bilavasitə keçid qarşısında quraşdırılır. Məsələn, ilk, yəni X formalı olan bu nişan 1.3.1 nişandır. Bir xətti dəmir yol keçidi nişanıdır. Bilavasitə dəmir yol keçidi qarşısında quraşdırılır və keçiddə bir dəmir yolunun olduğunu bildirir. Yəni bir reys var. Bir qatarın hərəkəti üçün nəzərdə tutulmuş reys var. Növbəti nişan isə bu nişan sinifinə aid olan 1.3.2 nişandır. Eyni tip nişanıdır. Bu isə çox xəttli dəmir yol keçidi nişanıdır. Bilavasitə dəmir yol keçidi qarşısında quraşdırılır və keçiddə 2 və daha artıq dəmir yolunun olduğunu bildirir. Keçiddə qadağan olunduğu halda sürücü harada dayanmalıdır? Əgər svetofor varsa, svetoforun qarşısında. Əgər dayanmadan keçmək qadağandır nişanı, yəni
stop 2.5 nişanı varsa o nişanın qarşısında. Əgər yerdə üfüqi köndələnmə 2.5 1.12 nişanı varsa, yəni yerdə çəkilən stop xətt nişanı varsa, sürücü onun qarşısında qoyulur. Əgər təkcə şlaqbaum varsa, sürücü şlaqbaumdan 5 metr ara məsafəsi saxlayır. Əgər bunların heç biri yoxdursa, nə svetofor, nə dayanmadan keçmək qadağandır nişanı, nə stop xətti yoxdursa, sürücü özü ən yaxın reysdən 10 metr məsafə saxlamaqla dayanır. Bu beynəlxalq konvensiyalarda təhlükəsizlik üçün tətbiq olunur. Yəni qatar ani qəzalar zamanı reysdən çıxa bilər, qəza ola bilər, yaxud arxadan gələn avtomobillər bizə çırpıla bilər və biz sürüşərək gedib hərəkətdə olan dəmir yol nəqliyyatının altına girməyək deyə 10 metr ara məsafəsi saxlanılmalıdır. Malqaranın yolun hərəkət hissəsindən keçdikləri yeri işarələmək üçün 1.24 xəbərdarlıq nişanı tətbiq olunur. Bu nişan malqara keçidi nişanıdır. Malqaranın keçirilməsi üçün istifadə edilən yol sahəsini işarələmək üçün tətbiq olunur. 1.25 nişanı isə vəhşi heyvanlar nişanıdır. Vəhşi heyvanların yolun hərəkət hissəsinə çıxma ehtimalı olan sahələri işarələmək üçün tətbiq olunur. Sürüşkən yollardan, dağ yollarından keçəndə sürüşmə ehtimalı olan yerləri işarələmək üçün 1.26 yol nişanı tətbiq olunur. Bu nişanın mənası budur ki, daş uçqunu nişanıdır. Nişanın adı daş uçqunu nişanıdır ki, daş uçqununun torpaq sürüşməsinin mümkün olduğu yol sahəsində tətbiq olunur. .27 nişanı yandan əsən külək nişanıdır. Qapalı və ya meşə ərazisindən keçən yolların axsız sahəyə keçən hissəsində tətbiq olunur. Tunellərin çıxışında, meşə ərazisinin çıxışında bu nişanları görə bilərsiniz. Bu nişanı görən sürücü sürəti azaltmalıdır. Təhlükəsizlik üçündür. Yəni qanunda bu nişanı görən sürücüyə sürəti azaltmaq deyə tələb yoxdur. Amma yaxşı olar ki, bu nişanı görəndə sürəti azaldaq ki, qapalı ərazidən açıq əraziyə keçəndə avtomobilin hərəkət kursunda dəyişiklik ola bilər. Bu zaman sükandan bərk yapışmaq lazımdır və külək avtomobilin istiqamətini dəyişəndə onu öz zolağına qayıtmağa çalışmalıyıq. .9 nişanı ayrılan körpü nişanıdır. Buna bərə yolu keçidi deyirlər. Ayrılan körpü də deyirlər. Yəni körpü qalxır, altından gəmilər bərə keçir və ondan sonra körpü öz yerinə qayıdır. Bu nişan yaşayış məntəqəsindən kənarda təkrar quraşdırılır. Yəni daha xüsusi təhlükəli sahəyə yaxınlaşma barədə olduğu üçün 2 dəfə quraşdırılır. Bu nişandan əlavə isə yaşayış məntəqəsindən kənarda digər 5 nişan da var ki, təkrar quraşdırılır. Ayrılan körpü, sahil boyuna çıxış, dəmir yol keçidinə yaxınlaşma barədə şlaqbaumlu, şlaqbaumsuz, uşaqlar nişanı və yolda işlər nişanı 1.23. Bu 6 nişan yaşayış məntəqəsindən kənar yollarda təkrar quraşdırılır. Yəni 2 dəfə quraşdırılır. İkinci, yəni təkrar quraşdırılan nişan 50-60 metr, yəni təhlükəli sahəyə, yəni aid olduğu yerə 50-60 metr qalmış quraşdırılır. Yəni ikinci nişan. Yəni minimum 50 metr qaldığını bildirir. 1.30 digər təhlükələr nişanıdır. Başqa xəbərdarlıq nişanlarında nəzərdə tutulmayan fərqli təhlükəli sahələrin başlaması barədə xəbərdarlıq edir. Ola bilər ki, qarşıda yoxuş hissəsinin buzlanmış ərazisi ola bilər, yaxud sərt dönüş döngələr ola bilər. Xüsusi təhlükəli sahələr olduqda bu nişanlar tətbiq oluna bilər və əlavə məlumat nişanları ilə də tətbiq oluna bilər. İndi isə üstünlük nişanları olan 2.6 və 2.7 nişanlarından bəhs edəcəm. Bu nişanlar dar keçidlərdə, yolun hər hansı zolağında maneələr olduqda, qarşılı keçmə çətinləşəndə tətbiq olunur. Yolun bu sahəsində tətbiq olunan 2.7 nişanını görürsünüz. Bu nişan qarşıdan gələnə nisbətən keçmək üstünlüyüdür. Yəni qarşıdan hərəkətə nisbətən üstünlük nişanıdır. Bu halda sürücü öz zolağında maneə olsa belə, yaxud yolun hər hansı bir dar hissəsindən keçsə belə, ilk növbədə keçmək üstünlüyü qoyulur. Yəni qarşıdan gələn nəqliyyat isə ona yol verir. Çünki onların qarşısında 2.6 nişanı tətbiq olunacaq. Bu nişan qarşıdan hərəkətin üstünlüyü nişanıdır. Yəni 2.7 nişanı qoyulan yerdən gələnə üstünlük verir. Bu isə yolun digər tərəfində tətbiq olunur. Fərz edin ki, burada qırmızı avtomobil dayanır, qarşıdan gələn avtomobili buraxır, sonra hərəkət edir. Bu üstünlük nişanları ilə tətbiq olunan dar keçidlərdə tətbiq olunur. Amma yol hərəkəti haqqında qanunun 51-ci maddəsində qeyd olunub ki, qarşılı keçmə çətinləşəndə hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yol verməlidir. Yəni heç bir üstünlük nişanı olmayan, heç bir yol nişanı tətbiq edilməyən yerlərdə hansı sürücünün zolağında maneə varsa, yəni bu şəkildə sağ zolaqda, yəni ağ avtomobilin qarşısında ağac qırılıb yola düşüb, zolağı boşalıb, o halda qarşıdan gələn zolağı nəzarətdə saxlayır. Boş olduğu halda qarşıdan gələnə yol verməklə
həmin maneənin yanından keçir, gedir. Bu düz yolda olan keçid növbəliyidir. Amma əgər 1.13 yaxud 1.14 nişanları ilə tətbiq olunduqda, yəni həmin qanunun 51-ci maddəsinin 7-ci bəndə yazılıb ki, 1.13 və 1.14 nişanları ilə işarələnmiş yerlərdə maneə olduqda, enişlə aşağı hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü yoxuşla yuxarı gedən nəqliyyat vasitəsinə yol verməlidir. Çünki yoxuşu yuxarı qalxmaq çətin manevrdir. Bu zaman dayanıb yenidən hərəkətə başlamaq çətindir. Mühərrik sönə bilər, sürətlər qutusunda problem yarana bilər, avtomobil arxaya aşa bilər, idarə etməni itirilə bilər. Ona görə də enişi aşağı düşən sürücü imkan verməlidir ki, yoxuşu yuxarı qalxan dayanmadan hərəkət etsin. Diqqətiniz üçün təşəkkür edirəm. Sizinlə Azər Quliyev idi.